Azərbaycan adlı məmləkət parça-parça olunaraq xanlıqlara çevrilirdi. Hər dəfə hissəciklərə bölünməklə şikarı olduğu güclü tərəfin tamahını daha da artırırdı Azərbaycan. Ancaq bütöv Azərbaycan yox idi. Ayrı-ayrı xanlar və onun xanlıqları vardı. Bu işğaldan məmnunluq duyan Rusiya bu böyük məqsədə daha ciddi hazırlaşırdı. Bir tərəfdən tarixi şərait, şirnikləşdirici ərazi, digər tərəfdən yerli idarə etmənin sadəlövhlüyü, sahibsizlik, qədim İrəvan mahalının onun Naxçıvan sancağını asan əldə ediləcək hədəfə çevirirdi. Əslində, hədəfdə böyük Azərbaycan idi. Hədəfi dəyişmək əvəzinə düşmənə özünü necə nişan almaq dərsini və yolunu göstərən də özümüz idik. Gördüyünüz bax bu böyük ərazi, Zəngəzur kəndindən Araç çayı vadisinə qədər bu böyük ərazidə yerləşirdi Naxçıvan xanlığı və Naxçıvan xanlığı bu geniş ərazidə Qərbi Azərbaycanın bir hissəsi idi. Və ümumiyyətlə bu yerlərdə, yəni Naxçıvan xanlığı adlanan bax bu böyük ərazidə sanki dağlar hər tərəfdən buranı bir qala kimi əhatə eləmişdi. Belə ki, şimali şərqdən Dərələyəz dağları, daha sonra İlanlı dağ, cənubi şərqdən isə böyük və kiçik Ağrı dağları Naxçıvanı tam bütöv şəkildə əhatə eləyir. Və Naxçıvanın sərhədlərinə cızmış olsaq, deməli, Naxçıvanın bir tərəfində İrəvan xanlığı, üzbəyüz tərəfi Qarabağ xanlığı, arxa tərəfdə isə cənubdan Maku və Xoy xanlığı əhatə eləyirdi. Bu, Naxçıvanın həmin dövr üçün əhatəsində olan ərazilər və onun konturlarıdır. ...1747-ci ildə Nadir Şahın dövləti, hakimiyyəti süquta uğradıqdan sonra Kəngərli tayfa başçısı olan Heydər Qulu xan yerli feodallara arxalanaraq Ağa Həsəni hakimiyyətdən uzaqlaşdırdı. O buna nail oldu təbii ki. Və özünü Naxçıvanın müstəqil hakimi elan etdi. Və 18-ci əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlardan, yəni 18 xanlığın biri artıq Naxçıvan xanlığı, o birisi isə İrəvan xanlığı oldu. Azərbaycan tarixçilik ənənəsinə görə bu xanlıqların tarixini biz coğrafi prinsip əsasında öyrənmişik. Yəni, Azərbaycanın şimalında yerləşən xanlıqları Azərbaycanın şimal xanlıqları, cənubunda yerləşən xanlıqları isə Azərbaycanın cənub xanlıqları və yaxud da Cənubi Azərbaycan xanlıqları şəklində. Amma qeyd etmək lazımdır ki, elmi cəhətdən ən səmərəlisi ondan ibarət olardı ki, bu xanlıqlar siyasi taleyinin dəyişməsi dinamikasına görə qruplaşdırılsın və yeni şəkildə nəzərdən keçirilsin. Əgər biz bu xanlıqlara, bu aspektə yanaşsaq, onda bunların içərisində Naxçıvan və İrəvan xanlıqlarının tarixinin birlikdə nəzərdən keçirilməsinə çox böyük ehtiyac vardır. Ona görə də bu həmçinin onunla əlaqədardır ki, Naxçıvan və İrəvan xanlıqlarının meydana gəlməsinin özündə də bir qanun uyğunluq var. Məsələn, tutaq ki, Qarabağ xanlığı Azərbaycanın digər xanlıqlarından fərqli olaraq müəyyən bir şəhər ətrafında meydana gəlməmişdi. Əksinə, Qarabağ xanlığı yarandıqdan sonra şəhər yaranma prosesi burada başlamışdı. Bayat qalası, Şahbulaq, sonra isə Şuşa mərkəz kimi inkişaf eləməyə başlamışdı. Amma Naxçıvan və İrəvan Azərbaycanın tarixi inkişaf boyunca çox ciddi o dediyimiz kimi həm şəhər mədəniyyət mərkəzinə malik olması, bütün inkişaf dövrlərində siyasi proseslərdə iştirak eləməsi ona imkan vermişdi ki, bu xanlıqların mərkəzlərinə çevrilməli olmuşdu. Amma bu xanlıqların özlərində də müəyyən xüsusi spesifik cəhətlər var ki, onları da qeyd etməyə ehtiyac var. Bu da ondan ibarətdir ki, məsələn, Naxçıvan xanlığı meydana gəldikdə artıq burada xüsusilə 16-cı yüzildən etibarən Naxçıvanın siyasi həyatında çox böyük rol oynayan kəngərlilər xanlığın yaradılmasına fəal iştirak eləmişdilər. Ölkə bir neçə
Coğrafiya bəylərbəyliyə bölünmüşdü və bu zaman artıq Naxçıvan torpağı bütövlükdə yerli kəngərli nəslinin, yəni qızılbaşlar tayfasından olan kəngərlilərin irsi mülkiyyətinə çevrildi. Və zaman-zaman yerli kəngərli nəsli burada hakimiyyətdə oldu Naxçıvan torpağında. Hətta İran ağalığı burada bərpa edildikdən sonra yerli kəngərli nəslinin bəzi nümayəndələri zaman-zaman təbii ki, ardıcıl olaraq Naxçıvanı idarə etdilər. Bu birinci olaraq Rızəddin xan idi 1647-ci ildə, ikinci Şərəf xan idi 1678-ci ildə, üçüncü dəfə isə, yəni ardıcıllığa gəlsək 1691-ci ildə isə Məhəmməd Rıza xan idi. Və ümumiyyətlə Naxçıvan özü yerli kəngərli nəslinin nümayəndələri tərəfindən idarə olunurdu və bu sonradan davamlı olaraq davam edəcəkdir. Naxçıvanın özü bütövlükdə kəngərli nəslinin hakimiyyətində olacaqdır. Məlum olduğu kimi 1797-ci ilə qədər Naxçıvan xanlığı müstəqil dövlət qurumu idi. Bu dövrdə xanlığın ali hakimi xan özü idi. Qalan feodalların hamısı ona tabe idi. Xan xanlığını öz mülkiyyəti kimi idarə edirdi. Nə qədər paradoksal olsa da Naxçıvan bölgəsində kəngərli nəslinlər etibar etmirdilər. Təbii ki, kimlər etibar eləmirdilər? Şah üsul idarəsi, təbii. Və həmin dövrdə bütün başqa dövlətlərdən, yəni Azərbaycanın digər əyalətlərindən fərqli olaraq bura iki hakim təyin edirdi. Yəni Nadir Şah ümumiyyətlə bu tayfaya böyük etibar etmədiyindən onları həmişə daha uzaq məsafələrə Əfqanistana göndərirdi, köçürürdülər həmin tayfanın nümayəndələrini. Amma bütün nümayəndələrin köçürülməyinə baxmayaraq yenə burada kimlərsə qalırdı kəngərli tayfasından və onlar istər-istəməz hakimiyyət dairələrində mütləq şəkildə hansı vəzifələr təyin olunurdu və Nadir Şahın gücü ancaq nəyə çata bilərdi? Nadir Şahın gücü ona çatırdı ki, o bu əyalətə iki hakim təyin edirdi. Birinci hakim hakimi ölkəyi Naxçıvan getsə də, ikinci təyin olunan, artıq kəngərli tayfasından təyin olunan ölkəyi Tümeni Naxçıvan gedirdi. Və bu da süvari ordusunun rəisi vəzifəsinə bərabər bir vəzifə idi, daha doğrusu belə bir vəzifə idi. Və nə qədər Şah üsul idarəsinə, sədaqətinə şübhə ilə yanaşılsa da kəngərli nəsli xalq tərəfindən kəngərli nəslinə daim ehtiyac var. Çünki Naxçıvan əyalətində olan xalqın bir növ xalqın nümayəndəsi kimi bu hakimiyyət üsul idarəsində mütləq bu nəsildən bir nümayəndə iştirak eləməlidir və kəngərli nəsli daim zaman-zaman burada müxtəlif vəzifə başçıları, yəni ağsaqqallar, tayfa ağsaqqalı kimi müxtəlif vəzifələrdə mütləq şəkildə var idi, mövcud idi. Və Nadir Qulu Şahda isə daim şübhə doğururdu. Bax, bu nəsil, ümumiyyətlə bu kəngərli nəsli nə qədər onların yəni iradəsinə rəğmən getsə də müxtəlif hadisələrdə göstərirdi onun bu iradəsinə rəğmən getməyi. Məsələn, 1736-cı ildə tac qoyma mərasimində, Nadirin tac qoyma mərasimində artıq burada əslində Vəliqulu xan kəngərli iştirak etmək əvəzinə artıq İrandan bura hakim təyin edilən Mirzə Rıza iştirak edirdi. O Mirzə Rıza ki, Naxçıvanda öz qəddarlığı ilə ad qazanmışdı. Və Mirzə Rıza sonra Naxçıvana bir daha gələ bilmədi. Amma buna baxmayaraq Nadir Qulu Şah kəngərli nəslinə daim öz şübhəsini göstərirdi və bildirirdi və ümumiyyətlə bu nəslə heç vaxt etibar etməyir Nadir Qulu Şah. Kəngərlilər Orta Asiya ərazisində yaşamış və ilk orta əsrlərdə Cənubi Qafqaz ərazisinə gəlmişdir. Sonraki tarixi mərhələlərdə bütün ərazilərdə, yəni Azərbaycanın bütün ərazilərində, o cümlədən də Naxçıvan ərazisində yaşayıb fəaliyyət göstərmişlər. Ümumiyyətlə, tədqiqatçılar sübut etməyə çalışırlar ki, və belə də qeyd edirlər ki, 10-cu əsrdə artıq kəngərlilər Naxçıvan ərazisində yaşamışlar. Azərbaycan ərazisində müstəqil feodal dövlətlərin yaranması ilə həm Cənubi, həm də Şimali Azərbaycan ərazisində xanlıqlar dövrü başlamışdır. Tarixdə bu 1747-1828-ci illəri əhatə edir. Heydərqulu xanın ölümündən sonra 1763-64-cü illərdə Naxçıvan xanlığı nisbətən zəiflədi. Onun sələfi Hacı xan Gəngərli İran hakimi Kərəm xan Zəndin qarşısında zəiflik göstərib ona boyun əydi. Sonralar Kərəm xan Zənd onu Şiraza dəvət etdi və kiçik günah üstündə əsir aldı. Naxçıvan taxtında Hacı xanı əvəz edən Heydərqulu xanın oğlu Rəhim xan hakimiyyətdə uzun müddət qala bilmədi. 1770-ci ildə Kərəm xan Zəndin köməyi ilə Naxçıvanda hakimiyyətə gəlmiş Əliqulu xan da öz növbəsində 3 il sonra Vəliqulu xan Gəngərli tərəfindən devrildi. 1747-ci ildə Nadir Şahın ölümündən sonra Kəngərli tayfasından olan Heydərqulu xan hakimiyyəti ələ alır. O 1747-ci ildən keçən 16 il ərzində xanlığı idarə edir, 1763-64-cü ilə qədər. Bu zaman İrəvan xanlığında hakimiyyəti Mirmehdi xan ələ alır, lakin o çox qısa bir dövrdə, təbii ki, Heydərqulu xanla müqayisədə qısa bir dövrdə hakimiyyətdə olur, 1747-ci ildən 1752-ci ilə qədər. Bundan sonra İrəvan xanlığında bir neçə xanın hakimiyyəti dəyişir.
Məsələn, burada biz Xəlil xanı görürük 1752-55-ci illərdə, Həsənəli xanı görürük 1755-59-cu illərdə, sonra Hüseynəli xanın hakimiyyətə gəlməsi biraz sabitlik yaradır. O təxminən bir 24 il ərzində hakimiyyətdə olur. 1759-cu ildən 1783-cü ilə qədər. Bugün Qərb Azərbaycan kimi tanınan ərazilərimiz vaxtilə tariximizdə Çursayid bəylərbəyliyi kimi tanınır. Bu Çursayid bəylərbəyliyi Səfəvilərin bizim Azərbaycan ərazisində yaratdığı 4 bəylərbəylikdən biri idi. Bu böyük əraziyə bugünkü Ermənistan ərazisi və Naxçıvan ərazisi daxil idi. Çursayid bəylərbəyliyi əsasən sabit bir ərazi daxilində qalmışdı. Mən dediyim o Qars, Varşad, İğdirlə aralıq bir müvəqqəti xarakter daşımışdı. Lakin Səfəvi dövlətində əsasən demək olar ki, Çursayid